Ermənistan Gömrük İttifaqına Dağlıq Qarabağla birgə daxil ola bilər. Söhbət Ermənistanın Gömrük İttifaqına daxil olmaqla bağlı imzaladığı yol xəritəsindən gedir. Rusiyanın rəsmi saytlarından birinin məlumatına görə, aprelin ortalarınadək İrəvan yol xəritəsində nəzərdə tutulan bütün şərtlərə əməl etmək niyyətindədir. Saytda yazılıb ki, Ermənistan Gömrük İttifaqına qoşulduqdan sonra bu ölkə ilə Dağlıq Qarabağ Respublikası arasında sərhəd məntəqələri olmayacaq. Bu isə onu deməyə əsas verir ki, Dağlıq Qarabağ dolayısıyla da olsa Gömrük İttifaqının üzvü olacaq. Bununla yanaşı ermənilər Ermənistan və Rusiyanın sərhədlərinin olmamasının bu plana əngəl törətməyəcəyi fikrindədir. Yəni qısası İrəvan bu məsələni ən qısa zamanda həll etmək arzusuna düşüb. Bu tələskənliyin səbəbi barədə açıqlama verən Ermənistanın İqtisadiyyat Nazirinin müavini Karim Minasyan bildirib ki, onun ölkəsi son 6 ildə bu birliyə daxil olmaq üçün uzun bir yol keçib və zəruri islahatlar həyata keçirib. Ermənistan prezidenti Serj Sarkisyan da bu prosesi sürətləndirməyi vacib saydığını bildirib. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı özü ilə birlikdə Gömrük İttifaqına və Avrasiya İttifaqına təcili daxil olmaq istəyinin iki səbəbi var. Birinci səbəb Ukrayna hadisələri ilə bağlıdır. Hər kəsə məlumdur ki, hazırda Qərblə Rusiya arasında geosiyasi mübarizə gedir. Ermənistan neçə vaxt idi ki, özünü həm Qərbə, həm də Rusiyaya yaxın göstərməyə çalışırdı. Ukrayna hadisələrində Qərblə Rusiyanın mübarizəsinin kəskinləşməsindən sonra Rusiya Ermənistanı məcbur edir ki, təcili Gömrük İttifaqına və Avrasiya İttifaqına qoşulmaq üçün sənədi imzalasın. Əslində isə bu sənədlər 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində imzalanmalı idi. İkinci səbəb isə çox güman ki, Rusiyanın Ermənistanın ikibaşlı oyun oynamasını və Qərblə yaxınlaşmasını görərək İrəvana təzyiq göstərməsidir. Bütün bunlardan belə çıxır ki, doğrudanmı Azərbaycan Dağlıq Qarabağı bir dəfəlik itirir? Mən hesab edirəm ki, Rusiya belə bir addımı atmağa cəsarət etməz. Əgər belə bir addımı atmağa cəsarət edərsə və Ermənistanı Dağlıq Qarabağdan bir yerdə Gömrük İttifaqına qəbul etməyə cəhd olarsa, Azərbaycan dövləti bununla razılaşmalıdır. Nursultan Nazarbayev buna qarşı çıxar. Rusiya heç bir zaman bununla razılaşmaz. Bunun üçün də mən hesab edirəm ki, Rusiya bu məsələdə təklənərdə. Bu yüzden burada da məsələ konstitusiya ilə həll olduğuna görə bu mümkün deyil. Amma Rusiya Azərbaycan kəndli hüquqları variantları istifadə edərsə, Rusiya üçün də yaxşı bir haldan nəticələnməz. Bəs görəsən Azərbaycan dövləti bunun və yaxud da bu kimi ehtimalların belə qarşısını almaq üçün nə kimi tədbirlər görməlidir? Yəqin ki, Azərbaycan əgər belə bir təhlükə olacaqsa, yenidən həm Belarusla, həm də Qazaxıstanla danışıqlar aparmalıdır. Əgər belə bir təhlükə varsa, Rusiya heç bir artıq Minsk qrupunda həm sədrlik saxsı saxlaya bilməz və təbii ki, digər həmsədr ölkələr olan Fransa, Amerika Birləşmiş Ştatları da bununla bağlı çox ciddi fikirləri söyləməlidirlər. Hər halda, nəzərə alsaq ki, bu ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü reallaşa bilər, yenə də sonuncu ölən ümidlərdir deyib, Rusiya və Ermənistan prezidentlərinin bu hiyləgər siyasəti baş tutmamış Qarabağ problemi üçün hər tərəfli sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atılacağına ümid edək. Könül Rasim qızı, Vizyon TV.